کنید که در اگه این پذیرش مردم وجود نداشته باشه دوباره مشکل مسئولیت این مسائل پیش میاد. این مثلا فکر نمی‌کنم این الان داستان مسئولیت نظام رو حل اصلا حل نمی‌کنه. اینجا فقط مسئله اینه که در یک با یک اتفاقات که در این قرار کردن فقط این می‌تونه که به این
Hər vaxtınız xeyir olsun, əziz və hörmətli dinləyicilərimiz. Təbriz Radiosundan bizi dinləməktəsiniz. Canlı olaraq sizin qulluğunuzdayıq. İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Əleyhisselam xanımının şəhadəti münasibəti ilə xüsusi olaraq sizin qulluğunuzdayıq. Bu saatdə Ərdəbilə qoşuluruq və əziz əməkdaşımız Cənab Yavər Nüzrətin səsini eşidəcək. Cənab Nüzrəti, salam axşamınız. Salamlayıram və İslam İnqilabının Ali Məqamlı rəhbərinin şəhadəti müasirəsində səsimi işləm dinləyicilərə başlarını verirəm. Bəli, həqiqətən də bu günləri İslam dünyasında acı bir hadisənin baş verməsinə şahid olduq. İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Əleyhisselam xanımı ki, illər boyu öz ömrünü İslam yolunda cihada sərf eləmişdi. Daha doğrusu İslam İnqilabının qələbə çalmasına bəli yox, bəlkə ondan illər öncə, yəni 70 ilə yaxın o həzrət İslam yolunda şah rejimində mübarizə apardı. Öz ömrünü bu yolda vəxt elədir. O hər zaman və hər an cihadan hazır idi və elə bir neçə gün bundan qabaqlı çıxışından mən bir sikat gətirmək istərdim ki, o çıxışında buyurdular ki, İmam Hüseyin Əleyhisselam buyurublar ki, mən heç vaxt Yezid kimisi ilə deyiyyət etmərəm. O da İran xalqını Aşura məktəbinə dayanan bir xalq adlandırdı və bildirdi ki, mən də elə Yezid kimisi ilə, yəni niyyəti Amerika prezidenti idi, onun kimisi ilə heç vaxt deyiyyət etmərəm. Burada da artıq şəkildə o mesajı verdi ki, necə ki, Mansur Yezidlə deyiyyət etmədi və bu yolda, bu amal yolunda şəhət oldu. Mən bir o həzrət ki, bu yolda şəhət olacağım, lakin heç vaxt Yezid kimisi ilə deyiyyət eləməyəcəyəm. Bəlhal, hazır belə biz gördük ki, Amerika Birləşmiş Ştatları bu cinayət əməlli siyonist rejimlə birlikdə törətməklə yenə də o əsl ikizini bütün dünya xalqlarına açıq şəkildə göstərmiş oldu. Həqiqətdə bu günləri ABŞ və siyonist rejim İslam dünyasına açıq şəkildə müharibə elan etdi. Daha doğrusu Şiə aləminə qarşı müharibə elan etdi. Bu günləri mərcəyi təbrik tərəfindən gələn o başsağlığı məktublarını və bir bəyanatları da biz görürük ki, təəssüf olmuşsun ki, ABŞ öz çeşitli məqsədlərindən tapmaqdan ötürü bu işə əl vurdu və bu sözsüz ABŞ-yə və ABŞ-nin müttəfiqləri olan siyonist rejimə və hətta o regionda olan bəzi ərəb ölkələrinə daha başını gələcək. Bugün də biz gördük ki, hal-hazırda İran Respublika Silahlı Qüvvələri ABŞ-nin regionda olan hərbi bazalarını hədəfə alır. Bəli, bu hədəfə almaq, yəni bu ölkələrə təcavüz mənasında deyil. Orada ABC-nin hərbi bazaları, bazaları və bəli və başqa yerlər ki, Amerika ondan istifadə edir İrana qarşı, onların hədəfə alınır və bu BMT nizamnaməsinin 51-ci əsasnaməsinin əsasən İranın mülkiyyətin haqqıdır, özünü müdafiə etməkdir buna, yəni İran Respublikası qanunu olaraq bu xüsunları həyata keçirilir, özünü müdafiə edir. Və bunun nəticəsində biz gördük ki, bu günləri Fars körfəzində və yaxud şəhərdə bütün uçuşlar dayanıbdır, bütün alışverişlər dayanıbdır və bu ölkələr də Amerikanın otura düşüblər, Amerikanın otura yanırlar. Hal-hazırda ilə vətən olsun, Birləşmiş Ərəb Əmirliyi olsun, Bəhreyn, Səudiyyə Ərəbistan, Umman Krallığı, Kuveyt, bunlar hal-hazırda milyardlarla milyard dolar itirirlər, yəni bunların gələcək mövqeyləri də təhlükə altına düşür. Hal-hazırda biz gördük ki, bu ölkələrdən çıxışlar davam edir. Bəli, mən bunu da vurğulamaq istəydim ki, ABŞ prezidenti Donald Trump'ın bu kimi işlərə və Amerika daxilində də bir mənalı şəkildə qarşılanmayıbdır. Amerika daxilində də tənqidlərə məruz qalıbdır. Amerikanın nümayəndə palatasından keçmiş tədbiri Nancy Pelosi deyirdi ki, Trump'ın müharibə qərarı ABŞ əsgərlərinin həyatını təhlükə altına atır, prezidentin İrana qarşı hərbi əməliyyatlara istat verilməsi başqa zərurəti olmayan bir müharibənin başlanılması mənasındadır ki, ABŞ hərbçilərinin həyatını təhlükə altına atır və regionun təhlükəsizliyini pozur. Təhlükə ilə bəllidir, ölkənin müharibəyə daxil edən qərarlar mütləq Kongress tərəfindən təsdiq edilməlidir. Yəni, məsələn, bu günləri biz gördük ki, Donald Trump Konqresin qərarı olmadan müharibəyə daxil olub, bu Amerika Konstitusiyasına tamamilə ziddir və hal-hazırda da qanunvericilik orqanında çalışan şəxslər, Konqresçiləri ard-ardan buna etiraz edirlər, bildirirlər ki, əsgərlərin həyatını təhlükə altına atır. Verilən məlumatlara əsasən 100-dən çox əsgər həlak olub, bu da ki, Sentkan bu günləri bir həyat verərək
3 əsgərin ölümünü təsdiq elədi və hərbi gündə biz gördük ki, hətta o Abraham Lincoln dəniz dolanması ki vardı, o da İran Silahlı Qüvvələri tərəfindən ballistik raketlər və hədəfə alındı və geriyə çəkilməyə məcbur oldu. ABŞ-ın Amerika Palkasının Demokratlar fraksiyasının rəhbəri Hakim Jeffries də deyib ki, Donald Trump vəd etmişdi ki, ABŞ-ı sonsuz və xərcli müharibələrdən uzaqda saxlayacaq. O hal-hazırda dəqiq olaraq bunun əksinə əməl edilmiş kongresi dərhal müharibə ilə əlaqədar olan qətnaməni, yəni ki, kongres dərhal müharibə ilə əlaqədar olan qətnaməni səsə qoymalıdır. İlk əsrəfdən ABŞ-ın Amerika Palkasının digər üzvü Ro Kanada deyibdi ki, Donald Trump İranda hökumət dəyişikliyi həyata keçirməkdən ötürü qanunsuz bir müharibəyə yol açaraq və Kongresin fövqəladə icraatının keçirilməsini tələb edib müharibə ilə əlaqədar qətnaməyə səsələr və əlavə ixtiyara malik olan başqa bir kongres üzvü olan İlhan Ömər də ki, bir gördü ki, kongresdə Donald Trump'a qarşı durmaya çıxdı və Donald Trump'a bildirdi ki, sən xəcələt çəkməlisən, sən şərməndə olmalısan. Elə həmin xanım kongresindən İlhan Ömər də deyib ki, Trump'ın İrana qarşı hücumu qanunsuz və qəbul edilməzdir. O kongresin qərarı olmadan bu müharibəyə daxil olub, bu müharibə Amerikalılar həyatını təhlükə altına salır, xalqımız müharibə istəmir, mənim fikrimcə bombalar sülh və stabillik yaratmaz. Digər senatör Chris Van Hollen da deyibdir ki, Trump'ın İranla qanunsuz müharibəsi Amerikalıların həyatını təhlükə altına atır. O istəyir ki, İranda rejim dəyişikliyi və bu Amerikalıların həyatı üçün çox təhlükəlidir və nəticədə sivil insanlar həyatını çəkir. Senat dərhal müharibələrlə təsvirinə keçiriləcək, sonra təsnamə və müharibə dayanlar. Ben bunu demek istedim ki hatta... Bizim artık vaktimiz sona çarptır. En imkan olsa bir bölgede uzun olabilir aslında. Ben bunu demek istedim ki artık Amerika prezidentinin bu muharebesi Amerika daxilini de hatta bir mənnalı şekilde karşılandır ve hal-hazırda Trump Amerika'nın daxilini təzyiqlərə məruz qalır. Çok sağ olun sizden, minnettarım, teşekkür ederim sizden. Bizim meselesinizden emektaşlarınıza təşkil ettiyin ve sizin temaslarınız var Allah'ın amanında. O da hafif. Azizler, hürmetli dinleyicilerimiz, aziz emektaşımız Cenab-ı Yaver Müdüratiye koşuldu Erdebil'den. Çok güzel bir dinlemaki röportaj verdiler. Minnettarız, sizden de minnettarız, teşekkür ederim ki bugün de öz verilişlerinizi buraya kadar dinlersiniz. Aslında benim söylədiklərimdən sonra haberlerin son bölümünü aziz emektaşım Cenab-ı Mustafa Sultanı diqqətinizə çatdıracaqdır. Hələlik mən sizdən ayrılırım.
İran'da saat 20:30 dakika, Azerbaycan Respublikası'nda saat 21'dir. Anşur Yunanistan Respublikası'nın Təbriz radyosu. Prezidenti Rəhbərlik Şurasının işə başladığını elan edərək demişdir. Rəhbərlik Şurası İnqilab-ı Şəhid rəhbərinin yolunu tam güclə davam etdirəcək. İran Ali Müdafiə Şurası təbrik edir, İsrail İranı parçalamaq istəyir. İran Qubernatörlər Şurasının Nəzbədən kənar iclasının kesilməsini tələb etdi. ABŞ və İsrail rejiminin İslam İnqilabı rəhbərini şəhid etməkdə cinayəti müxtəlif ölkələr şəxsiyyətli və qurumlar tərəfindən məhkum edilməkdədir. Rusiya təfərrüatıyla İran Respublikası Prezidenti Rəhbərlik Şurasının bugündən işə başladığını elan edərək deyib, Rəhbərlik Şurası İslam İnqilabı şəhid rəhbərinin yolunu tam güclə davam etdirəcəkdir. İranın məlumatına görə Məsud Pezeşkiyan bugün bir televiziya müraciətində demişdir, Amerikada İsrail bilməlidirlər ki, İslam İnqilabı rəhbərini şəhid etməyin onlara əşşaşalıqdan savayı heç bir müəyyəsə olmayacaqdır. Pezeşkiyan dedi, İranın əziz xalqı bugün bu ali məqam şəhidin matəmindedir və biz hamımız səhnədə hazır olmaqla məscidlər, ülkələrdə iştirakla əl-ələ verib həmdə şübhənlərin məşhur zirvələrini pozmalıyıq. Özünün partörü İran silahlı qövələri isə iqtidarla düşmanın zərzələrini dərmədar etməyə hazırdır və həmiş olduğu kimi də düşmanları məyus edəcəkdir. İran Ali Müdafiə Şurası sədri Əli Larijani İsrail rejimindəki məqsədlərinə çatmaq üçün İranın parçalanmasına çalışdığını bildirərək vurğular ki, İran milləti tarixi təcrübəsiz, ağır sağlığı ilə bu çətin mərhələni geridə qoyacaq, Amerika və Siyut rejiminin addımları isə cavabsız qalmayacaqdır. İranın məlumatına görə Larijani İran Respublikası Radio Televiziya telekanallarına verdiyi müsahibədə Ali rəhbərin şəhadəti münasibətilə başsağlığı verərək deyib, İsrail rejimində tarixi kökləri və xalq dəstək olmayan keşik bir qüvvədir. Bunlar bölgədə avalıq etmək üçün İran kimi böyük bir ölkəni zəiflətmək və parçalamaqdan başqa çarə görmürlər. Lakin onların bu qüvvələri İran milləti qarşısında həmişə uğursuzluğa vücud çarə olur. O əlavə edir ki, biz qərar verməli üçün müstəqil yaşamaq istəyirik, yoxsa başqalarının bizim resurslarımıza və taleyimizə hakim olmasına icazə verəcəyik. Tarixi təcrübə göstərir ki, İran milləti çətin hadisələr qarşısında belə geri çəkilmək və bu sınaqdan da başı çıxacaq. İran Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi bəyanatda xalqın birliyini, hündərliyini vurgulayaraq düşmanlara bildirib ki, rəhbərin intiqamının alınmasında heç bir tərəfsiz və güzəşt olmayacaqdır. Yonasa deyilir ki, bu büyük müsibət alovları tezliklə cinayətin amillərinin və icraçılarını yürüyəcəkdir və pozitiv qəzəbə səbəb olacaqdır. Bu iki şər canı bilsinlər ki, Efendimiz şərəfli millətinə arxalanaraq onlardan ağır intiqam olacaqdır. Çünki bu dünya şəkillər sərvəri Hazreti Mənsum Aleyhisselamın məktəbində zulmə qarşı mübarizə dərsini öyrənmişdir. Yunanistan Respublikasının yanındakı daimi nümayəndəliyi Amerika Birləşmiş Ştatları və İsrail rejiminin madamlı təcavüzkar hərəkətlərindən sonra Eyman Xalq Atom Enerjisi Agentliyinin baş direktörü Rafael Grossiyə məktub ünvanlayaraq Qubernatörlər Şurasının təcili nəzərdən kənar iclasının keçirilməsini istədi. Ölkəmizin nümayəndəliyi Rusiya şəbəkəsində paylaşdığı mesajda qeyd edir ki, təcavüzkarların İranın büyük nümayəndə proqramına qarşı əsaslı iddiaları düşünülmüş təbələri və qeyri-qanuni hərəkətlərini dərhal Qubernatörlər Şurasından axılmalıdır. Çin Xarici İşlər Nazirliyi bəyanat yara İran İnqilabı rəhbərini şəhid etməkdə
Amerika'da Çin'i sözünün tedbirini sunayarak İran'ın yerli hakimiyeti ve terörlüğünün hiçbir şekilde kırılması, Hakkı'nın zanlanmasına ulaşıda koyulan her münasebetler ile dalgalara zıt bildirdi. İran'ın adımasına göre Çin Kardeşleri Nazırlığı'nın hükümet altından sevilen bir beyannamada duyurdu ki, bütün Amerika ve İsrail'in hava günlerinde İran yaşlarının terör edilmesi teşkil ve harbi günlerin harbi günlerin Burada Çin Kardeşleri Nazırlığı'nın İran'ın sonra ve de post-Brexit barışında ve çalışmış sözünün en fazla tezgahı Çin globalizasının tezgahının anlatması bir sağlığı edildi. Rusya Prezidenti Vladimir Putin de bir münasebette İran'ın ziyadesi globalizasının şahadetinin yapmasının halde değişmesine sağlığı edildi. Bu münasebetinde doğru sağlığı kanunu üzerinde çalışma noktalarının altında bu hayvan ve alanlarının ahtarı stratejik çalışmanın çözülmesine İsrail'den yaklaşık yaptı. Azerbaycan Respublikası Kardeşler Meclisi İran'ın terörist telefon alakasında Amerika ve Çin sözünün tecavüz cereyanında İran'ın globalizasının şahit olması münasebetiyle Allah sağlığı verdi. Telefon alakasında ülkemizin kardeşlerinin adı Azerbaycan'ın ülkemiz Çin sözünün ve Amerika'nın tecavüzünün ardınca başvuran son değişikliklerle bağlı malumatlandırdı. Mescid Özü Amerika ve Çin sözünün İran'a karşı tecavüzü ve terör eyleminin Ulusal münasebetler üzerine bir görünmemiş çok tehlikeli bir eski dönemsel cinayeti İsrail ve Amerika'nın lanetli dönemleri karşısında ulusal sükutunu tanıracaktır. Şanghay Meslektaşlık Teşkilatı İslam İngilizcelerinin şehadetinin nasibetiyle başsağlığı verir. Teşkilatın informasyon bazasının hürmetine göre İngiliz'in âli rehberi İran'dakileri ve halkından yükselsinin şehadetinin ardınca Şanghay Meslektaşlık Teşkilatı'nın başkası Nurlan Yermişler İran Prezidentinin ve kardeşlerin adına başsağlığı müracaatı uygulanmıştır. Bu ki İran İngiliz'in âli rehberi Hazret Ayetullah Khamenei'yi bunun İsrail ve Amerika'nın Tehran'a hücumu cereyanında şahit edilmiştir. İraq Əl-Həşrif Şabi Təşkilatı döyüşçülerinden 4 nəfərinin Eyala vilayetinde şahit edilmesinden haber verdi. İran'ın bugün Əl-Həşrif Şabi saytından nəql ederek verdiği malumata göre İraq Əl-Həşrif Şabi Təşkilatı bugün bir beyannamada bildirmiştir ki dövüşçülerinden 4 nəfəri bugün İraq'ın şərqində yerleşen Eyala vilayetinde hava tecavüzü cereyanında şahit olmuştur. Ötən gün Bağdat'ın cənubunda Şabi komandanlık merkezi de Amerika'nın hava hücumuna maruz kalmıştır. Şabi elan etmiştir ki qüvvələrindən 2 nəfəri Amerika'nın Bağdat'ın cənubunda yerleşmiş Babil vilayetine hava hücumu nəticəsində şəhid olmuştur. İraq Hizbullah batalyonlarının əməliyyat komandanlığı ötən gündüzdən sonra bir beyanatda bildirmiştir ki Amerika'nın tecavüzlerine cavab olarak tezli zamantıda bu ülkenin bazalarını hücumlarla hedefe tutacaklar. İraq Kardeşler Nazırı Arabistan'la hemkarıyla telefon alakasında hayatı ehemmiyet kesbeden xüsusilə keçidlərin, xüsusilə də Hormuz boğazının təhlükəsizliyinin qorunması və toqquşmaların genişlənməsinin qarşısının alınmasının zərurliyini vurguladı. İraqın rəsmi xəbər agentliyi VAN məlumatına görə İraq Xarici Naziri Fuad Hüseyin, Saudi Arabistanın Xarici Naziri Feysel bin Tarhan ilə telefon əlaqəsində məntəqənin son gəlişimlərini və genel sabitliyə və təhlükəsizliyə bıraxdığı təsirlərini araşdırdı. Görüşdə profesör məntəqədə cərəyan edən hərbi gərginlik və hücumları araşdırıb vaxta fikir mübadilə etdilər. İraq və Arabistanın Xarici Nazirləri həmin telefon danışığında İranın dayandırılması və onun genişləndirilməsine mani olmaq üçün sayıların zərurliyini vuruladılar.
İki tərəfin fikrincə böhranların idarəsi üçün ən yaxşı çıxış yolu bu yolları geri dönmək, itirafların hərbi üçün həm də söz vardan kimi müzakirəyə tutmaqdır. Amerika ve Çin rejiminin İran'a tecavüzünün devam ettiği, İran'ın ise bu tecavüze cevap vermesinin ardınca Fars Körfezi'nin Şurası'nın ülkelerin Harp İşleri Nazırları online formatta iclas teşkil ettiler. Anadolu'nun malumatına göre Al Jazeera telekanalı bir mənbədən nəql ederek bu iclasın video konferans formatında teşkil edildiğini bildirildi. Arabistan, Katar, Birleşmiş Arap Emirlikleri, Kuveyt, Bahreyn ve Ümman ülkelerinden teşkil olan Fars Körfezi'nin Şurası'nın iclası öyle bir halde keçirilir ki Siyonist rejim ve Amerika'nın İran'a tecavüzleri hala da devam ediyor. Pakistan haber kaynaklarının malumatına göre İran İslam İnqilab rəhbərinin şəhadətinin ardınca İslamabad'da barpa edilen geniş aksiyalardan sonra başlayan tokuşmalarda itirazçılardan 4 nəfər həlak edilip başka bir ülkede yaralandı. İran'ın malumatına göre bugün İslamabad'da Amerika'nın tasarının karşısında keçirilmesi kararı alınan Amerika'da Siyonist rejime karşı aksiyalar təhlükəsizlik qüvvələrinin müqavimetiyle karşılaştı. Baş veren tokuşmalarda 4 itirazçı öldürülüp neçə nəfər də yaralandı. İslami Əlaqələr ve Mədəniyyət Təşkilatı beyanat vererek Amerika ve Siyonist düşmanın İran'a tecavüzünü məhkum edip onun için İran'ın müdafiə dövlələrinin cevabını himayə edip İdina xəbər verir ki bu beyanatda deyilir uca İran'ın antiçmiş düşmanı yeniden İran'ı öz qanlı tanıqlarının hedefine çevirir. Bir sıra aziz insanları cümleden de onlarla günah bilmez uşaqları şehit edip biz iki hakikati müşahede edip İran'ın məzlumiyyətini Amerika ve Siyonist rejiminin üstüçlüğünü buna dünya bu hakikati bütün dünya bu hakikati görür. Aynı zamanda İran iktidarla özünü müdafi edir, mantığının göresi özlükleri düşmanı tanıdık edir. Öz kudret ve hak olduğunu sübut etmek için de esaslı iş görür. Falastin alimler hüviyeti beyanat olarak Siyonist rejiminin Mescid-i karşı artan tecavüzkar adımlarını İsrail ve bu hareketleri en müqəddəs məkanın hürmetine həmçinin göz istişarının Arap İslam kimliğine karşı açık hücum adlandırır. Parasının Informasiyon Merkezi'nin verdiği malumata göre beyanattan vurgulanır ki Mescid-i hayatlarını edilen baskınlar ve yeni varlıklar yaratma cəhətləri Sisi'de mübarek Ramazan ayında Müslümanların dini süverenliğini hedef alan tehlikeli bir eskalasyyadır. Sırasın alında hüviyeti gördürürken Mescid-i 144 günlük bütün sahası tamamıyla İslami ve şeriata uygun bir vakfı mescididir ve onun kimliği değiştirilebilir. Bu kurum İslam ülkelerini Mescid-i müdafaa etmek için vahid ve her tarafın ortaya koymaya çağırıp bu tarafınların muhkem dayanışına destek verilmesinin zarurluğunu vururlar. Böylesi devletlere müracaat edilerek bildirir ki təhkil sözde kınamayla kifayetlenmesindir. Güçlü sakinler rahat destek göstermek, diplomatik kanalları aktifleştirmek ve Mescid-i korunması için önemli adımlar atsınlar. İsrail medyası bildirir ki bir rejimin başına Benjamin Netanyahu dahili silah sanayisini güclendirmek için geniş medyası planı hayata geçirmeye çalışır. Değeri tahminen 108 milyar dolar değerinde kıymetlendiren bu layihənin məqsədi karşıdaki illerde müstəqil şirkət ve silah sanayisinin temelini koymak olarak bildirir. Parasın Məlumat Mərkəzinin verdiği xəbərə görə Siyonist rejim hazırda dünyanın 15. büyük silah ithalçısıdır ve dünya silah ithalının təxminən 2%'ını özünə cəlb edir. Hesabata göre ABŞ təxminən 69% payla İsrail rejimi için en büyük silah tədarükçüsü hesablanır. Ondan sonra 30%'le Almanya ikinci yerdedir. Həmçinin İngiltere, Fransa ve İspanya kimi ülkelerde bu rejim için harbi təchizatın təmin edilmesinde daha az paya sahiptirler. İran Respublikası Təbriz Radyosu'ndan haberleri dinlediniz Allah'ın anlamında. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin.
جنگ رئیس مستقیم شد چون احساس کرد که اگر وارد نشود رژیم صهیونیستی به کلی نابود خواهد شد. Amerika rejimi birbaşa müharibeye koşuldu. Çünkü hissetti ki eğer koşulmasa Siyonist rejimi tamamıyla mahvolacak. Muharebeye koşuldu ki onu xilas etsin. Ama bu muharebeden hiçbir netice elde edilmedi. Onlar nüve obyektlerimize hücum ettiler ki elbette bu ayrıca beynəlxalq məhkəmələrdə hüquqi şəkildə araşdırılmalıdır. Amma mühüm bir iş görə bilmədilər. Cumhur Amerika در شر استفاده شده بود بزرگ ملائیت غیر متعارضی کرد و معلوم شد که به این بزرگ ملائیت احتیاج داره. هر کسی میشنید این حرفها رو می‌فهمید که در زیر ظاهر Amerika prezidenti baş verenleri izah ederken dünyada işitmeleri mənim oldu ki buna ihtiyacı var. Herkes o sözleri işidəndə başa düşürdü ki bu sözlerin arkasında başka bir həqiqət var. Hiç bir iş görə bilmədilər. İstədikləri məqsədə çata bilmədilər. Və həqiqəti gizlətmək üçün işitmələr edirlər. Burada da İran İslam Respublikası qalib gəldi və əksinə İran İslam Respublikası Amerikaya sərt bir sinyal oldu. Bölgədəki Amerikanın əsas bazalarına hücum etdi və dayanmışdı. Bu hadisədə şişirtmə edənlər bu hadisədə kiçiltməyə çalışdılar. Dedim ki, heç nə baş vermək. Halbuki bir hadisə baş vermişdi. Vaxtınız xeyir olsun, əziz və hörmətli dinləyicilərimiz, Təbriz Radiosundan bizi dinləməkdəsiniz. Əgəha İslam İnqilabının şəhid rəhbəri Həzrət Ayətullah Uzman Xameneinin şəhadəti münasibətilə sizə təsdiq edirik və bununla da saatda verilişlərimizin bir hissəsinə son deyirik. Bir saatdan sonra bir daha sizin qulluğunuza gələcək və verilişlərimizi davam etdirəcək. Hayırlı siz Allah'a tapşırıq, sağ qalın, Allah'ın amanında. ازدحام جمعیت روبرو بود. دیروز که خیلی شلوغ بود، سطح حتی سوارهای جاندارمی هم رسیده بود. البته الان امروز خیلی خوبه. بگوره والا قرار نیست دیگه مثلا پاشو پر کنیم، بچه هم باید برسه دیگه بریم.
یه مقدار شلوغی توی جایگاه همون وجود داشت و به اندازه کافی برآورده. Vraaraște Irunestan Respublica Sadut Sulushi Radio. الذي